Hər birinizi salamlayıram. Bu dərsdən etibarən Oracle SQL-i sıfırdan öyrənməyə başlayacağıq. Gəlin ilk növbədə əsas anlayışlarla tanış olaq. Birincisi sizlərə verilənlər bazası haqqında məlumat vermək istəyirəm. Bir məktəbi nümunə götürək. Müəllim və tələbələrə aid olan məlumatlar, ad, soyad, yaşadıkları ünvan, dərs proqramları, imtahan nəticələri və daha çoxu verilənlər bazasında saxlanıla bilər. Əvvəllər məlumatları kağızlarda, dəftərlərdə qeyd edirdilər. Daha sonra bu məlumatlar diskə, Excel fayllarına yazıldı. Lakin bu gün məlumatları saxlamağın ən əlverişli yolu verilənlər bazasıdır. Başqa bir misal. Hər hansı şirkətdə və yaxud bir qurumda işləyən işçilərin şəxsi məlumatları, müştərilərin telefon nömrələri və yaxud bir restoranda menyuda olan yeməklərin adları, verilən sifarişlər, məhsul qiymətləri kimi bir çox datanı verilənlər bazasında saxlamaq mümkündür. Bu nümunələrin sayını həddindən artıq sadalamaq olar. Amma dəyişməyən bir reallıq var. Hər kəs müəyyən bir qaydalar çərçivəsində saxlamaq istədiyi çoxlu məlumatlara malikdir. Müasir dövrdə məlumatları saxlamaq üçün ən geniş yayılmış üsul verilənlər bazasıdır. İngilis dilində verilənlər bazasına database, məlumatlara isə data deyilir. Mən videolarda həm məlumat, həm də data ifadələrindən istifadə edəcəyəm. Bilin ki, ikisi də eyni mənanı daşıyır. Real bir nümunə verim. Hər birimizin yalnız özünə məxsus olan şəxsiyyət vəsiqəsi əslində kiçik bir databeyzdir. Orada ad, soyad, doğum tarixi, qan qrupu, PIN kod kimi bir çox lazımi məlumatlar yazılır. Düşünürəm ki, artıq database nədir siz də anladınız. Bir də var, database menecment sistem. Azərbaycan dilində VBIS, verilənlər bazasının idarə etmə sistemi deməkdir. Verilənlər bazasının idarə olunması üçün xüsusi proqramlar mövcuddur ki, bunlara verilənlər bazasının idarə etmə sistemləri deyilir. Məsələn, Oracle, SQL Server, MySQL, PostgreSQL kimi bir çox DBMS mövcuddur. Biz Oracle ilə işləyəcəyik. DBMS-lər verilənlər bazasının yaradılması, idarə olunması və məlumatların idarə edilməsini təmin edən interfeyslər təqdim edir. Məsələn, Azərbaycanda bir çox bank böyük həcmdə məlumatları saxlamaq və təhlükəsizliyini təmin etmək üçün Oracle-dan istifadə edir. Bəzi banklar var ki, SQL serverdən. Verilənlər bazasında məlumatlar cədvəllər halında saxlanılır. Cədvəllərin bir adı olur, daha sonra sütunları və sətirləri. Cədvəl table deməkdir. Sütun column, sətir isə row. Cədvəl bundan ibarətdir. Deməli dostlar, gəldik çatdıq SQL-ə. Bəs SQL nədir? SQL Structure Query Language sözlərinin qısaltmasıdır. Azərbaycan dilində slaydda da qeyd etmişəm, strukturlaşdırılmış sorğu dili deməkdir. SQL vasitəsilə biz verilənlər bazasında cədvəllər yarada, məlumat əlavə edə, bu məlumatları seçə, dəyişdirə və silə bilərik. Təbii ki, əməliyyatlar təkcə bununla bitmir. Bir çox şeyi SQL ilə həyata keçirmək mümkündür. SQL RDBMS-lərdə istifadə edəcəyimiz sorğu dilidir. R yəni ki, relational, yəni cədvəllər arasında əlaqə olan. Bu əlaqələr necə qurulur, necə yaradılır, onu əsas constraint-lər mövzusunda görmüş olacaq. Ümumi anlayışlar elə bu danışdıqlarımdan ibarətdir. Növbəti dərsdə Oracle SQL Developer-i kompüterə necə quraşdırmaq olar, onu görmüş olacaq.